Məsələn deyirəm ha. Əslində ən yüksək dərəcə nədir burada? N-dir, sadəcə kökün altdadır ya. N kvadratına bölünürsə, bax nümunələrə baxın, sonra siz işləyəcəksiniz ha. N kvadratına bölsəm, 5n kvadratını n kvadratına bölsəm 5. Amma 3-ü n kvadratına bölsən sonsuzluğa yaxınlaşır. Ona görə 0 deyirik. Bölək. 45n kvadratını n kvadratına bölsən 45. Bu biri olacaq 0. Çöldəkini n-ə bölsən 0. N-ə bölsən 0. Deməli, cavab eləyir 9-da 1. Oradan da çıxır nə? 3-də 1. Yəni, ən yüksək dərəcəyə bölürsən. Sonra, məsələn, gəlin baxaq 3-cü tapşırığa. 3-cü tapşırığı həll eləmək istəyirsinizsə, mən sizin yerinizdə olsam, eyni məxrəcə gətirib belə işləyərəm. 3n-də, baxın, 6n minus 4. Hər tərəfi n-ə bölərəm, müəllimlər. Bir çaşmamaq üçün öyrədirəm ha bunu sizə. Hər tərəfi n-ə bölərəm 6. Burada 0 eləyir. Bu da 3. 6 bölü 3 neçə elədi ki? Nə tərəf fikir daim müəllimlər? Allah. Eyni məxrəcə. Bir də o kök altında olanda qoşmasına vururlar. Nəsə elə bir şey var idi mi? Yox, burada məncə qoşmaya ehtiyac yox idi. Cavab 3-də 1 deyil. Kəsirsiz olanda olur o. Yox, o bilsiz nə vaxt olur, müəllimə? Bir sıfıra çevriləndə məcburuq qoşmaya vuraq açaq ki, l'hôpitallıya və yaxud l'hôpitallaya bilərik. Burada elə bir problemimiz yox idi ki, müəllimə. Yaxşı? Yox, onu demirəm. 6-da siz deyəndə müəllimə qoşma ilə işləyəcək. Sağ ol. Aysa 6 odur. Amma o 1 o deyildi müəllimə. Yaxşı? İndi qoy mən təklərdən danışım. 5 də bayaqçının payıdır, əlimi vurmuram. Ortaq məxrəcə gətirəcəksiniz. 7 üçün gəlin görüm nə edəcəm. Bax, təkləri yazıram, sonra deməyin ki, müəllimə bizi izah eləmədi. Təkləri yazsam. Deməli, qoşmasına vururam. 4n kvadratı plus n sıx 2n vurulsun. Bunun qoşması nədir? 4 Hədə hə. 4n kvadratı plus n plus 2n. Düzdür müəllimlər? Bəli. Bölək. Mən yadıma salan nağıl lövhə paylaşım. Bölək, müəllimlər. Deməli, qoşması nə idi bunun? 4n kvadratı plus n plus 2n. Eləmi? Yuxarını vurub açaqsı olsaz, olacaq 4n kvadratı plus n minus 4n kvadratı. Aşağı da olacaq. Deməli, 4n kvadratı plus n plus 2n. Müəllimlər, bu getdi. Əslində biz hər tərəfi n-ə bölməliyik. Sadəcə bu yetim kökün altda olduğuna görə məcbur vuruğu kök altda salırıq. Başa düşdünüzmü? N-ə nə bölürsən? 1. N kvadratına bölürsən 4. 4-dən də 2 çıxacaq. Bu da 0 eləyir də onsuz da. Bunu da n-ə böləndə 2. Düzdür müəllimlər? Cavab elədi 4-də 1. Aydın oldu mu? Bax, bu tipdə qoşma ilə işləyirlər. O birində. Aydın. Onu soruşurdum müəllimə. Təşəkkürlər. 9-da getdi, 9-u da özünüz yazacaqsınız. Haydi müəllimlər, indi gəlin belə edək. Ya Allah. Davam edirik. Zamanəttin müəllim. Deməli. Müəllim, bir də mən sizdən də məsləhət, amma mən belə məsləhət görürəm. İndi mən sizdən kiçik ola bilərəm, amma mən baxıram ki, elə daha faydalıdır. İnşallah yanvar ayının proqramı gələn həftə yekunlaşır. Yekunlaşdıracağıq Allah qoysa. Mən istəyirəm ki, onlarla təkrarı, məsələn 9, 10, 11 təkrar eləməyəcəyik. Onların KSG-ləri ilə təkrar edək. Məsələn 9-cu sinifin KSG-sini işləyək, AB-sini. Onun sonra bu günə qədər olan bütün KSG-sini işləyək, BSG-sini. Bilək ki, 9-u bitirdik. Sonra 10-cu sinif eləyək, sonra 11-i eləyək. Nə tər fikirdir? Bütün mövzularda müəllimlər nöqtədən vergülünə qədər təkrarlanır. Həqiqətən mən KSG-ləri çünki elə yazmışam. Asandan orta, çətinə doğru. Çətin axırda 4 dənə çətinimiz olur. Qalanları asan ortadır. Həm də bütün proqram elə bir ki, nöqtə vergülünə qədər təkrarlanır. Eləyək elə. Yaxşı fikirdir müəllim. Gün nöqtə işləyək də elə. Yanvar qrupu ilə işləyərik. Cəmaləddin müəllimcinin qrupu ilə zaten mövzu veririk. Bir də ümumi sınaq işləyirik. Şahmar müəllimcinin qrupu da onsuz da ümumi sınaqdır. Məncə belə yaxşıdır. Bir də müəllimlər, deyəsən sizin imtahanının 7-si olmayacaq. Ya 20-sindən sonradır,
Ya da ki qalacaq ağrısızda. Görək də xeyirlisi Allahdan. Məncə Allah eləsin uzansın avqustda qalsın. Şəxsən mən elə deyirəm. Çünki yayı boş olardıq, işləyərdik. Yenə də qismət nədirsə də olacaq. Əsas işimizi görək. Biz ən misalda iyunun 5-nə tamamilə proqramı bitiririk. Yaxşı müəllimlər? Bitirdik lap yaxşı da. Görəcəyik ki, vaxt uzanıb lap yaxşı qardaş. Gəl sınaq işləyək. Düzdür müəllimlər? Nə itiririk ki? Uzandı lap yaxşı. Onsuz da biz iyunun 5-nə bütün proqram bitir tamamilə. Belə olanı deyirsən. Allah eləsin uzansın, elə deməyin. Mən bilirəm, uzananda daha yaxşı olur, vaxtlıq olur. Müəllimlər, işləyin bu səhifədə soldan təhrilərin sağdakıların hamısını hər tipi də izah eləmişəm. Demədi, deməyin. Arzu Məmməd. Bir də o düsturlar var, onu da deyərdiniz də, izah eləyərdiniz. Hansı? Bir limit aşır sonsuzluqda 1/1/x, mötərizədə üstü x bərabərdir y-yə. Müəllimə, narahat olmayın. Onu mən praktik yolla izah eləyəcəm. Görkəmli limiti deyirsiniz, qorxmayın. Mən düsturla əzbərləşmirəm. Həqiqətən düstursuz deyəcəm. Narahat olmayın. Qoy bir də bunları öyrənsinlər. Müəllimə etap gedəndə birdən deyirəm. Müəllimlər şey eləyirlər, yüklənirlər. Başa düşdünüzmü müəllimə? Bunu dedim, öyrətdim. Arzu Məmməd, olar bir dənə sual verəm. Buyurun müəllimə. O 5-ci sualda bax bir çıx bir bölək n limiti var ya sonsuza yaxınlaşanda. O bir çıx yəni sonsuz kiçiləndə onsuz da sıfırdır. Onu ortaq məxrəc eləməmişdən birə bərabər eləmək olar. Əslində yəni onu çıxır da müəllimə, hə. Elə ona çıxır da. Hətta yəni bir bölək n sonsuzluq onsuz sıfırdır. Yəni qalmır deyə mən dedim dədə baba bir dənə yol gəlir. Ortaq məxrəcə götürür işdə də. Hə, çox sağ olun. Sağ olun. Buyurun müəllim. Cəmaləddin müəllim, vaxtımız nə qədərdir? 3, 6, 9, 11 buradan. 16 dənə sualdır. Nə qədər vaxt verək? 15 dəqiqə Cəmaləddin müəllim. 15 dəqiqə oldu mən. Aha, şükür. Səsləri bağlayırıq. Mən burada, siz orada işləyirik. İndi o qoşması olanı da deyin də, mən də dərs Mən hamısını deyəcəm. Tək gəlirəm də. Baxın. Biri demişəm onsuz da kayıtda qalıb. 2-ni deyirəm. Baxın gözəl insanlar. Limit en yaxınlaşır sonsuzluğa ilə. Burada əslində yorulmadan buna cavabı 3 götürə bilərsiniz. Amma kim çaşırsa ortaq məxrəcə gəlsin. 6n-5. Belə də rahat görəcəksiniz müəllimlər, qorxmayın. En yaxınlaşır sonsuzluğa ilə. Hər tərəfi n-ə böləndə. Bax, hansını bölürəm, açıqlama verirəm. Gördünüz müəllimlər, nə qəşəng oldu? Bu getdi 6, bu oldu 0. Burada da oldu 2. Cavab neçə elədi? 3. Aydın oldu? 3. Yenə də eyni şeyə gəldik də. Müəllimə, axşamınız xeyir. Krublskos xeyir müəllim. Aha. Burada Müəllimə, orada 6-nı böldünüz nədir? Bəs orada 5-0 nə yazdınız? Şeydir müəllimə, sonsuzluğa gedir axı böləndə. Elə bir ki, bax, belə deyək də müəllimə. Neçənci sual deməliydim? 2-ci. Bax müəllimə, 5-i nə qədər n-ə böldükcə elə bir ki, get-gedə balacalaşacaq. Məsələn, 5-i 10-a böləsən, 20-yə böləsən. Ha, bildim. Sıxırlaşır da, ona görə 0-a yaxınlaşır deyə 0 qoyuruq. Yaxşı? Başa düşdüm müəllimə, başa düşdüm. Ona görə yazırlar onu. Sonra 5-cidə də bax, promoy cavab elə 1-dir, amma yenə açıqlama verə bilərəm. Ortaq məxrəcə gətirirsən, düzdür müəllimlər? Hər tərəfi n-ya bölək. Hatta bundan da yavaş deyə bilmirəm müəllimlər. Çünki motorum xarab olur. Ondan yavaşı yoxdur. Cavab oldu. 1. Gördünüz? 6-cı tiplərdə qoşmasına vurmuşduq. Mən deyəsən sizə 7-ni eləmişdim, 6-nı indi eləyirəm. Bax, 6-cı tiplərdə qoşmasına vuraq. Plus n. Düzdür mü? Burada da çarpı n kvadratı plus n. Düzdür mü? Bunu şeyləyək. Buraya açaq. Görün neyinəcəm. Vurub açası olsam n kvadratı plus n çıxaq n kvadratı. Düzdür mü müəllimlər? Aşağıda da. Qoy bu 70-ə qalsın. Bu gedir.
Yəni gəlin hər tərəfi əslində n-ə bölməliyik. Sadəcə kökaltı olduğuna görə müəllimlər bu içəridəki n-in kvadratına bölünür. Normalda n-ya bölünür. Sadəcə kökün altı olur. Məsəl üçün bax, tutalım ki, kök altda 4 bölə 2. Məcbur deyilsiniz, bax bu bir 2-ni də kökün altda salasınız, sonra böləsiniz. Bu da onun tayı. Yuxarıda olur 1. Bax burada n kvadratına bölsəz 1 üstə gəl 0, 1. Kök altda 1-dən 1 çıxır. N-ı da n-ya böləndə 1. Gördünüz mü? Cavab 2-də 1. Aydın oldu mu? Müəllimlər? Yes? Okey. Okay. Sonra mən neçəni demişdim? 7-ni demişdim. 9-u demişdim mi? Yox. 9-u bax. Əslində hər tərəf n-ə bölünür müəllimlər. Bax bu yetim n-ə bölünür. Sadəcə kökün altı olduğuna görə n kvadratına bölünürlər. Bax bunu bölək. Bunu da bölək. N kvadratına düzdürmü? Bölürəm. Yuxarı olur 2 plus 0. Aşağı olur kök altda 1 plus 0. Cavab 2 oldu mu müəllimlər? Y variant. İndi keçirəm sağı bizə deməyə. Müəllimə bir şey soruşa bilərəm. Bəli. Bayaqki 7-ci misalda biz elə əvvəldən onun n kvadratını niyə bölmədik? Yəni səbəbini bilmək istəyirəm. Nəyə görə o düzgün deyil onu bilmək. Mən sizə bir şey deyim də. Bu tip gördünüz elə qoşma ilə işləyirlər. Bunun qaydası belədir. Limitdən gəlir. Qoşma ilə. Birbaşa n kvadratına bölsəz o cavab çıxmır axı müəllimə. Siz alacaqsınız deyim də, sizə 2 alacaqsınız. Amma biz bəyəm orada 2 aldıq, yoxsa 2-də 1 aldıq? Bəli, bilirəm elə olmur da. Yəni səbəbini bilmək istəyirdim ki, görüm nəyə görə olmur. Bu limitin xassəsi, amma araşdırmaq lazımdır müəllimlər. Nəyə görə belə də olmur? Həqiqətən maraqlı sualdır. Qaydadan deyirəm, gələm o qaydanı gərək mən də oturam araşdıram ki, niyə belə də olmur? Müəllimə bir sual da mən vereyim. Aha. Müəllimə orada 9-dan niyə sürəti n-ə böldünüz? Məxrəcdə n-in kvadratına. Mən kök altıda Kök olduğuna görə. Hə, yetim kökdə də ona görə. Hə, bildim. Normalda n-ə bölürəm. Bu yetimi də n-ə bölürəm. Prosta bu n-i kökün altına salmalıyam axı. Başa düşdünüzmü? Kökün altıda axı. Sonra 9. Hər tərəfi n-ya bölsəz, müəllimlər. Baxın, burada n getdi, burada 0-a yaxınlaşdı. N getdi, 0-a yaxınlaşdı. Cavab 5-də 2. Sonra Müəllimə, olar bir sual verin. aha. Bax, orada əgər dərəcələri bərabərdirsə, elə əmsalları götürmək kifayət deyilmi? Müəllimə, belə də çətin deyil ki, yox. Gəlin öz yolumuzdan gedək. Yüksəyə 10-cu sualı deyirdim. Müəllimə, özləri ən yüksək dərəcəyə bölürəm. Problemli bir şey deyil. Ən yüksək dərəcəyə bölürəm. Bu olur 0, 0. Belə də çətin getmirəm. Cəmaatı çaşdırmayaq müəllimə. 3. Çox əzbərçiliyə yol verməyin müəllimə. Bəlkə ki, bilməyənlər var orada. Hə, əzbərçiliyə yolu çaşdıracaq. Müəllim bilməyəndə ki, nə vaxt onu götürsün, nə vaxt bunu. Amma bir də baba yol biləndə, istər-istəməz onlar özlərini sudan çıxardacaq. N-ya bölürsən 1, çünki ən yüksək dərəcə n-dır. Burada 0, burada 1, burada 0. Cavab oldu 1. Baxın, n-ya bölürəm 2020, burada 0. N-ya böldüm, burada 0. Bir-birinə böləndə cavab 1. Baxın, ən yüksək dərəcə n üstü 4-dür. Müəllimlər, n üstü 4-ə bölsən, sürət 0 edir. Razısınız məndən? 0, çünki ən yüksək dərəcə daxı. Bu da 0. Burada 1 alınır. 0 nəyə bölsən 0. Bu elə qaydadır da müəllim. Bəli, ən yüksək dərəcəyə bölürsən. Bax, n-dir, n kvadratı deyirə. Bunu n kvadratına bölsən, yetimin yerində 5 böl n qalacaq. Bu da 0-a gedir axı. Bu da 0, bu da 0. Burada isə 1, üstə gəl 0, üstə gəl 0. O da deyirsə, müəllimə, bax, nənəm cəddaqı mən sürətli danışmıram. Dayı götürün bunu. Arzu müəllimə, 14-də o n üstü 4 var ha. Onu nəyə bölürük? Elə n üstü 4-ə. Ən yüksək dərəcə n üstü 4 idi. Əslində mən hər yeri n üstü 4-ə böldüm. Prosta sürətdə 0 alındı da, Mefarim. Mefarim, məsələn, Yəni surəti də n üstü 4-ə bölürük biz surətdəki məxrəci. Sən görün.
Sabah bizim sizdən tezdən dərsimiz var. Hə, sabah səhər dərsimiz var 9-un yarısı. 7-də yoxdur elə. 9-un yarısı. 7-də yoxdur da, düzdürmü? Yo, 7-də deyil. 6-nın yarısı həndəsəmiz var, unutmayın, qrupa yazmışam. Mənimlə sabahlar %100 megabaytım da var. Sabah saat 7-də qoşulağın ehtimalda işləyəyin. 9-un yarısına qədər. Bir də fəzaya baxaq. Nə deyirsiniz? Hamı qoşula bilər, 7 tamamla. %100 oyaq olacam. Çünki mən saat 5-in yarısından dərsdəyim. Aa, Olmasa 8-ə salın da Arzu müəllimə. 8-ə birə Ay, salın. 7-də durun da, nə olacaq? O bir saatda dərsim var, üst-üstədir hamısı. 7'nin yarısı da olur. Səhər günəş şartdan çıxıb tezdən oyanıb. 7. Müəllim 7 7-də yazılır. Çünki mən 6-nın Yox, yarısı yox. həndəsədə olacam. Ya istəsəz 6-nın yarısından durun. Bir dəqiqə. 6-nın yarısından durun, sizə həndəsə də hədiyyə eləyə bilərəm bir dərs qəşəng. 6-nın yarısı durun, həndəsə də işləyək. 7-də gedək ehtimalımızı işləyək. Bir də qanım sizə desin. Fəzamıza baxaq. Nə təfikirdir? Müəllim 7-də bizim dərsimiz yoxdur, müəllim. Məsələn, Yaxşı olar da müəllimə dərs də yoxdur. hazır olun, yaxşı. Dərsi axşama saxlamırıq da, tezdən keçirik. Sonra, mən də keçirəm neçəyə? 16 ilə. Ən yüksək dərəcə n kubudur. 0 oldu, gördünüz? 0, 0. Burada da 1-dir. 0 nəyə bölürsən, böl 0. Ən yüksək dərəcəyə hörmət edirsən, sonsuzluğa yaxınlaşanda, yadınızda saxlayın. n kvadratına bölürəm, 0, 0, 5, 0. Daha doğrusu üzr istəyirəm. 1, 0, 0. Cavab oldu 5. Dadaş var. Sonra n kvadratına bölürəm, 0, 0. Mənfi 7. 1, 0, 0. Cavab oldu nə? Müəllimə. Mənfi 7. A variantı. Gördünüz? Surət 0 olanda nə edirik müəllimə? Mən gec qoşuldum. 0-ı nəyəsə böləndə 0 eləyir də, götürmüsək 0 eləyəcək. Daha da getdi. Bax, burada ən yüksək dərəcə n kubudur. Böldüm. 0, 0, 1, 0, 0. Mən də görürsünüzmü, düsturla işləməkdənsə misallarla izah eləmək daha yadda qalan olur, hə? Düzü? Mən bunlarda var ha, 20 tiplərdə. Bax, nənəmizə daxı özümü yormuram. Ortaq məxərəcə gətirirəm. Ən dədə-baba yolda. Vurub öldürsən də cavab çıxacaq. Çıxaq, n kvadratı minus 2. Düzülmürlər? Bunlar getmir. Götür n-ə bölsün ki, ən yüksək dərəcə odur. Mənfi 3. 1 üstə gəl 0. Gördünüz, mənfi 3 alındı. Belə daha yaxşı da olmayırlar. Mənimlə də biliyor ki, artıq ortaq məxərəcə gətir işdə. Cəmaləddin müəllim, bir dənə olar vərəqə yazın. Bu mövzudan müəllim, mövzunun adını yazın, xahiş edirəm. Ardıcıllığın limiti 30 dənə. Bəsizdir müəllimlər. Məncə dərsi də başa düşdünüz elə. Bir dənə bilsiz nə istəyirəm yazaq. Müəllim 27-ni nə olar, qurban olum. Hə, 27-ni yazağın. Eləmi? 27-ni. Bir də. Gəlir 29-u yazaq. Hə, bir də 31 yazaq. Sonra gedəyin o bir başlığa. 27. Müəllim 23-ə də baxaq. 27, 29, 31. Cəmaləddin müəllim, mən birinci gündən yadıma saldım ki, bu günə qədər olan 9-cu sinifdən bütün KSG-ləri yığın bir yerə. 9, 10, 11. Vuraq qrupa müəllim. Lap onu yığaq bir dənə Word-ün içinə. Bir paketin içinə də. Müəllimlər kopyalasınlar. Elə bir ki, o 9, 10, 11 bütün KSG, BSG-ni işləsələr, elə bir məktəb kitabını işləyib bitiriblər. Hə, elə eləyək. Aha, buyurun. İndi görə imtahana da uşu cavablar çıxsa ki, məsələn, filan tarixdə imtahanınız denən müəllimlər. Məsələn, azı 15 gün qabaq biləcəyik də. Uşu onu biləndə, gözəl insanlar, bir dənə qrup ilə varıq, məktəb zaxda olmayacaq da, mən belə düşünürəm. Mən də universiteti 25-indən bağlayıram jurnalları.
Oca onda şey eləyəcəyik ki, 30 bal yığmaq uğrunda mübarizə aparan bir qrup yaradacağıq. Sırf 30 bal üçün. Yəni 30 riyaziyyat üçün. Kurikulum onsuz da yazdıracağım sizə. Söhbət 30 riyaziyyatdan gedir. Qocalar qrupu. Yəni qoca, cavan fərqi yoxdur da. Yəni 30 riyaziyyatı sığortalama qrupu. Kim nürə istəyəcək görəcək. Müəllim çox sağ olun, Neva. Allah siz ömür versin. Sağ olun, anneler. Allah bizim Amin. əzəkini bitirməsin. Allah məiyyətimizi fərqlə etsin. Allah sizi 3 ili tamam olanların sualları ağır olur müəllimə. 3 ili tamam ol. Mən analıq məzuniyyətindən gedirsiniz elə. Biz onlarla versək bizə ağır olacaq görəsən suallar. Yox, müəllimə, elə də ağır olmur. Toxudan ağır olmur. Yəni keçən ilkindən ağır olmayacaq. O miksilərdə şey olacaq. Miksilərdə şey, nədir onun adı? Onlara biraz ağır gəlir. Biraz yox ağır, güvənin betki gəlir. Müəllimə, ümumiyyətlə bizə təlimdə dedilər ki, bu mərhələ daha da asan olacaqdır. Vallahi su kimi olacaq. Mən sizə neçə aydır bunu deyirəm. Ay gitti deyən ki, ay müəllimə çox yox, dörtcə barmağı bizim başımıza olsun. Müəllimə, gəlin bir dənə belə niyyət edək. Əgər sentyabrda inşallah əcədimi Allahın izni ilə maaş almaq sizə nəsib olsun. Maaş almaq sizə. Kim Bakıda yaşayır, görüşürük, gedirik tərsinə. İnşallah. Yaşamaq İnşallah. Müəllimə, Bakıda yaşayanlar olsa... Niyə qoşulmasın? Elə rayondan da qoşulur. Gələrsiniz. Mən Salyandan gələcəm. Mən Salyandan gələcəm. Rayondan da gələrlər. Gəlin, evimiz, eşiyimiz, hamısı qurbandır sizə. Gəlin, görüşürük. Müəllimə, gəlin inşallah. Müəllimə. Allah bu kişinin arzusuna çatdırsın. Bu Şahman kişinin. Yaman şəkil çəkdirmək istəyir. Liderin asıbıqın üstündən asırıq da həməşə. İndi də Arzu müəllim liderimizdir. Estağfurullah, ay müəllimə. Siz mənim böyüyümsünüz. Hamınız, həqiqətən. Yəni, mən sizdən sağam. Amma inşallah həqiqətən hər şey yaxşı olacaq. Allah tanıyın. Tamam, mən şəkil çəkdirir. Allah ağzına saxtırsın. Siz bizə dərs keçirsinizsə, siz bizdən böyüksünüz. Ya. Deməyin. Elə bilək. Gəlmə, baxaq misallara. O 29 ən Misalı izah edin. ən hasatdır. Misalın yerinə söhbət elələr, bəsdir. Müqazim rəzələ sənin neçə yaşın var? Yaşı istəmirik, ancaq şəkil istəyirik. Başımızı tuturlar. İnşallah yaxşı olacaq. Müəllimlər, baxın. Deməli, mən bu tipi bilsiz nə edərəm? İnşallah tüzəltməyəm. Çisti, ən yüksək dərəcə burada çisti endir də. Bəlkə hər tərəfi çistiyinə bölək gedək. Nə fikirdir? Mən belə düşünürəm. 6 vuraq. Belə düşünürəm, Qocurini nə taktika verəcək bu bizə. Müəllim, ortaq məxrəcə gətirin məncə. Yox, o uzanar, uzanar. O ortaq məxrəc. Ortaq məxrəc. Amma ən yaxşısı Dədə Baba. Ən yaxşısı Dədə Baba, hə, düz deyirsiniz. 3 üstü 2n plus 1. 6 vuraq, 4 üstü n. 4'ü də 2'nin kvadratı kimi yaza bilərdim əslində. 2 üstü 2n yazın mı? Plus 1. Bəli, yazın. Xısın. Bu yetimi vurub açanda, deməli, 3 vuraq, 2 üstü 2n plus 1 yaranır. Düzdür müəllimlər? İndi onu da bir dənə başına oynatacağım. Bir dənə səbirli olun. Minus 1. Bu ilə bu çıxdı getdi. Bax, indi gör neyniyəcəm. 6 vuraq 2 üstü 2n sıxılsın. Əslində bax, bu var ha, bax bu. 3 vurulsun 2 üstü 2n vuraq 2 kimi yaza bilərəm də bu hissəni. 3 vur 2 neçə eləyir? 6. Elə müəllimlər? 6 üstü 2n. 6 vuraq 2 üstü 2n. Nə tər fikirdir?
Yuxarı oldu 0. Mən 0 aldım. Niyə? Yox müəllim, orada niyə 1 yazdınız ki? Çıx 1. Deyən görüm. Müəllimə, orada Hə, üstə orada mən gəldi. 2 üstü n vura bilmədiniz. Aysa Vurmadınız, vurmalıydım. birə vurmadınız. Hə də bəh vurmamışam da Hə, mən. vurmadınız. Hə, o Yavaş vurmuşam. Deməli, öz olacaq minus. 2 üstü n minus 2 vur 2. Aysa, indi mən deyənə gəldi. Bax, bu ilə bu getdi. Düzdür vətəndaşlar? Konkret bu ilə bu getdi də. Yerdə qalır. Nədir onun adı? 2 dənə 2 üstü n üstə gəl 1. Düzdür mənlər? Aşağı. Yox müəllim, 1 çıxaq. 1 çıxaq 2 dənə 2 üstü n. Hə, olsun da minus buradan yazarım. Qoy bunun qabağına minus atım, burada plus qalsın. Heç bir problem yox. Aşağıda da 3 vuraq 2 üstü n üstə gəl 1. Ən üstə dərəcə 2 üstü n-ə bölsəm hamısını. Yuxarıda qalacaq mənfi 2. Bura gedəcək 0-a. Burada qalacaq 3. Bura gedəcək 0-a. Mənlər cavab mənfi 3-də 2 var idi, yoxsa yox? Var, var. Aysa. Ən yaxşısı deməli ortaq məxrəcə gətir, götür işdə. Gəlin 28-i də yazaq. Nətər fikirdir? Yazaq. Mən yazdım, siz baxın. Həmənlər. Yazın mı? Bax, görün, neyinizəm. Dədə baba, ortaq məxrəcə gətir, gəl işdə. 2 üstü 3n, üstə gəl 1. 6 vuraq 9 üçün kvadratı kimi yazsam, 3 üstü 2n, üstə gəl 1, çıxılsın. Mənlər 3 üstü, nədir onun adı? N, vuraq 3 kimi yaza bilərəm də bunu, hələ? 6 vuraq 3 üstü 2n. Aysa, olacaq 6 vuraq 3 üstü 2. Çıxaq, mənlər 3 üstü n, Vur 3. vur 3. Belə biz də sadələşdirdim. Bu ilə bu çıxdı getdi. İslah olunur. Bəli. 1 minus 3 üstü n vur 3. Bölək 2 vuraq 3 üstü n plus 1. Ehtimal qrupunun müəllimləri. Sabah 7-də dururuq, ha, unutmayın. Yaxşı? 7-də yox, daha doğrusu 6-ın yarısından duracağıq. Sizə həndəsə hədiyyə eləyəcəm bir dəfə. Həndəsə işləyəcəyik. Həndəsə bilmirəm. Deyəsən fəzalardayıq, hə? Mehbara müəllimə. Hə, fəza dərsidir orada. Fəza işləyəcəyik. Saat 7-də də işləyərik. Ehtimal var, belə şeylər. Ehtimal. O biri həndəsəmiz. Hədə onu deyirəm. Yox, bizim özümüzün individual həndəsəmiz var idi, ha. İndi bu dəfə müəllimləri ora qonaq edirik. Həmişə sizə... Bilirəm, müəllimə. Ya fəzi bugün işlədik, səhər fəza döyü başqa edir. Hə, sabah o bir adət. Hə, bildim. Mənlər, hər tərəfi 3 üstənə bölsən 0. Burada mənfi 3. Burada 2. Burada 0. Düzdür? Mənfi 2-də 3. Var mı belə bir cavab? Bəli, Y variantı. Aysa, indi başa düşdünüz temanı. 29-da da qorxmayın, çıxmadı elə. Siz də çıxma yazın. 3, bircə dəqiqə. 3 vur, 5, 15, 2 vur, 15 çıxaq 2, belə oldu. Özünüzü yorum distur hardan gəl. Sizin orada qolunuzdan tutub soruşan yoxdur ki, başı bunu nətər yazmısan. Yazın geçsin. Sizə bilən mənimlər. Bu da onun kimi. Allah eləyə bundan düşə deyirəm. Baxın. 2 vur 1, 2. 4 vur 3. 12. 12'nin üstündə 4 canlı 14. Всё. Bir də 31 vermişdim də. Düzdür? O müəllimə x-nin qiyməti yerinə qoyulub da, hə? Hə, yetimin qiymətini asla yerinə qoy işte də. Asan demiş, hə, müəllimə, Allah kömək olsun. Hə, bura bir şeydir müəllimə. Sonra bax burada bunda isə müəllimlər ən yüksək dərəcə n-dir əslində. Prosta yetim kökün altında olduğuna görə 3-cü dərəcədən biz n kubuna bölürük məcbur yuxarını. Yuxarıda qalır 3-cü dərəcədən 8. Bu sıfıra gedir, bu sıfıra. Aşağıda da n-ə bölsən, burada 4 qalır, burada 0. Всё da müəllimlər. Buradan 2 çıxdı, buradan 4. Cavab 2-də 1. Almışdınız? Aha. Getdi indi o biri dərsə. Qamalətin mənim buradan yazdım 30 dənə. Mənim yazıram. Hə. Mənlər funksiyanın limiti. Bax, belə olanda aparıb yerinə qoyub hesablayırsan. Amma bir şey var. Yerinə qoy hesabla, nə çıxdı cavab olur. Amma bir şey var, deməgəl söhbəti.
Məsələn, məxrəcə aparıb eləsi var ki, tutalım ki, məsələn deyirəm də, eləsi var ki, aparıb qoysan, tutam biri və yaxud nə isə, cavabı alacaqsınız, nədir onun adı? 0 ala bilərsiniz. Məxrəci 0 aldınızsa, törəmə ilə işləyin. Ya törəməsini tapın, ya vuruqlara. Məsələn, bir dənəsini izah edirəm. Bax, burada gözəl insanlar. Məsələn, bax, burada. Gətirib 16 qoysun, hə, yaxşı. Yuxarıda problem yoxdur, 4 çıxır. 4-dən 4 çıxır. Aşağıda gətirib qoyanda, axı məxrəc 0 olur, axı olmaz. Ya, bir də bilirsinizmi, sizin işinizə yarayana qədər törəməsini tapa bilərsiniz. Məsələn, baxın, 2x kvadratının törəməsini tap, tam birinci tərtib törəməsi. Bir dəfə törəməsini tapırsan, amma başının üstündə 2 dənə xətt olanda, mən ona görə özümü öldürürəm ki, gəlin summativ işləyək. Bu ikinci tərtib törəməsidir. Yəni 2 dəfə törəmə tapırsan. Burada eləyir 4. Yəni işinizə yarayana qədər törəmələyib gedə bilərsiniz. Yəni l'hôpitallayıb gedə bilərsiniz. Bu məktəb kitabında keçilir ha, xəbəriniz olsun, öz asan suallardandır. Məsələn, xətt qoyur, deyir ki, başının üstünə ştrix qoy, bu deməkdir ki, ikinci tərtib törəməsini tap. Yəni 2 dəfə törəmə tap demək istəyir. Yadınızda qalar? Düşə bilər. Sonra, ay müəllimə. Müəllimə, ona bir sual verin. Bu dərsə qədər törəmə keçilməyib axı. Bu başqa yolla getmək olmazmı? Budur, nə danışır keçilməyib? Kim deyir onu? Bilirəm, onu yəni bundan sonra törəmə var. Bir dəqiqə olar müəllimə. Başqa yolla olar. Vuruqları ayırma. Aşağını. Ay müəllimlər, Vuruqları ayırma. dayanın, orada bazar bağlayın. Bək, qoyun danışın da. Deyirəm ki, ya l'hôpitallayırsan, ya vuruqlar. Bəzən elə olacaq ki, vuruqları ayırmaq sərf eləməyəcək. Məcbur törəmə ilə gedəcəksiniz. Özü törəmə ilə gedəndə, müəllimlər, nisbətin törəməsi kimi getməyin. Adi dədə-baba törəməsi, sürətin törəməsini tap məxrəcin. L'hôpitallayanda elə eləyirlər. Birdən elə bilərsiniz ki, məsələn, biz bilirdik axı nisbətin törəməsi nətər idi? Unun törəməsi vuraq V, çıxılsın, U vuraq V-nin törəməsi, bölək V. O burada lazım deyil. Yaxşı? L'hôpitallayanda lazım olmur sizə. Hə, ki, başqa bir yol vuruqlara ayırma. Gözəl insanlar, vuruğa ayıraq, kök altda x minus 4, eləmi? Aşağını vuruğa ayırıram, kök altda x minus 4 və kök altda x plus 4 şəklində yaza bilərəm. Düzdür müəllimə? Yazdıq. Deməli, bunun biri getdi. Nə qaldı? 1 bölək kök altda x plus 4-ə. Müəllimə, indi götürün 16-ın yerinə qoyun. 16-dan 4 çıxacaq. Üstə 4 gələndə 8, cavab eləyəcək 8-də 1. Yes, vətəndaşlar. Okay? Okay. Bu da nə şey oldu? Yes. İndi bəzən elə olur ki, bax, buna deyim sizə görkəmli limitdir. Özünüzü yormayın, hərdən gəldi, necə getdi. Yenə deyirəm, orada sizi qolunuzdan tutub soruşan yoxdur, bunu hardan almışsan. Tılla bunları, sinüs, cavab budur. Qutardı. Sonra, məsələn, 16-da tulla bunu, cavab kök altda 2-dir. Sonra, 17-də buna görkəmli limit deyirlər. Tulla bunu, cavab 0-10-da 2-dir. Başa düşdünüz müəllimlər? Müəllimə, siz bizi həmişə belə başa salır. Sonra, tulla bunu, cavab 2-də 1-dir. Bax, məxrəcdə 2, sürətdə 1. Gördünüz mü qəşəngdir? Demirsən. Hə, şo. Zəmanəttin müəllim. Saçını təzə qırtdımsan, yenə bağırıb məcur. Nədir? Kimdə uşaqsın təzə qırtdıran, ay müəllimə? Deməli, Zəmanəttin müəllim, bu səhifədən hamısını yazırıq. 20 sualdır. Çoxunu mən izah elədim. Onda sizə vaxt verək. Xalqımız işləsin. Görüm görkəmli limitdə öyrədəcəm sizə. Bir dənə YouTube-a yazın görkəmli limit. Mənim videom çıxacaq. Elə qəşəng izahlarım var orada. Kim görkəmli limit öyrənmək istəyirsə. Qoy görüm, tapsam verəcəm. Deməli, müəllimlər, bax, apar yerinə 1 qoy hesabla. Eləyir 4, 4-dən də 2 çıxır, dadaş. Apar 1 qoy, 4 qoyaq. 4-ü 2-yə vurursan, 8. 4 də qoyursan, 8-dən 4 çıxanda 4, oradan da 2 alınır. Aparaq 5 qoyaq. 25 çıx 9, 16. 16-dan 4 çıxır da müəllimlər, düzdür? 5 də gəl 4 eləyir 9. Loqaritma 3 əsasdan 9. Yaza bilərəmmi? Loqaritma 3 əsasdan 9 üçün kvadratıdır elə. Kim gətirirsən qabağa? Cavab belədir 2.
Sonra vətəndaşlar, indi burada deməli Xalası oğlu. xala qızı xala uşaqlar deyəsən bunlar. 6-ın kvadratı 36, çıxırsan 20, 16, 16-dan 4 çıxır. 6 üstə gəl 4, 10. Mənim lığı 10 nə verir bizə? 1 verir. 1. Limit 1 nə verir? Daha doğrusu lığı 10, həftədə 1-dir də, da qutardı. Şurada bir. Bitti də mən? Bəli. Mən nə işləyirəm burada? Mən burada sizin yerinizdə olsam vuruqları ayıraram. Çünki aparıb mənfi 2 qoysaq, yox, alırsınız, heç bir problem yoxdur. Vuruqları ayırmağa ehtiyac yoxdur. Elə bildim sıfır çevrilir. 1 üstə gəl 4, bölək 1 plus 4. Bizə də qaymərmə. 1 minus 4. Eləmi? Qoy görün burada nə verir. 2-nin kvadratı 4. Hə, 8-sədir mənim. Mən 8-də 3. A variant. Hesablayırsan. Öldürdüm aşağı. Ciddi. Aha. Sonra baxaq neçə. Deməli 6-ya. Deyir ki 3 minus 8. Mənlər apart mənfi 1 qoysam, heç bir problem yaşamıram. 3 çıx 1. 1 üstə gəl 3. Eləyir 4-də 2. O da eləyir 2-də 1. Gördünüz? Okay. Sonra mənimlə 1 qoysam, heç bir problem yoxdur. 7 çıx 5. Allah eləyə bunlardan düşə. İnşallah gələcək. Mənimlər. Daha variant. Mənfi 1 qoyaq. 5 üstə gəl 2 çıx 3. 4 eləyir. Sonra arc sinus mənimlər ən yüksək dərəcəyə bölsə sonsuzluğa yaxınlaşır axı. Burada eləyəcək mənfi 1, 0, 1. Sinus mənfi 1-i harada alır vətəndaşlar? Mənfi 1 bölçüdə. Variant. Gördünüz mü? Heç olmasa bax 20 dənə, 30 dənəni qəşəklər söyləsə, inanın ki, Müəllim, törəməsini alsaq nə olar? Aycan, mən nə indirəm ay müəllimə, törəməyi boş qoydurum. Törəməni nə zaman alırlar? O ki, məsələn, sıfıra yaxın, məxrəc sıfır olanda onda. Bilmə belə də nə indirəm ki, mən törəməni. Ən yüksək dərəcə ilə işləməli deyiləm, müəllimə sonsuzluğa yaxınlaşanda. Çıxarda, elə mən törəmə almışdım, düz çıxdı, ona görə deyirəm. Yox, özün yox. Elə bir ki, evdə çay qoyub, gedib şeydə, Qaradağda çay içib gəlirsiniz. Elə deyirəm. Sonra özə probka ilə ha müəllimə. X-a bölürsən 1. Burada 0. Burada 0, burada mənfi 1. Məmur kosinus mənfi 1-i harda alır? Pi-də. Pi-də. İndi baxın, sıfıra yaxınlaşır. Aparıb 0 qoysanız vətəndaşlar, cavabı şey alacaqsınız, məxrəci 0 alarsınız. Deməli olmaz. Gəlin qoşma ilə işləyək. Nə tərəf fikirdir? Qoşma ilə işləsəm. Çünki bu başqa yolum yoxdur. Ya törəmə ilə işləməliyəm, ya qoşma ilə. Niyə? Çünki məxrəc 0-a dönüşür. Ay müəllimlər, bomba var. Bomboçka. Bizim bu xalqımız niyə dərsə gəlmir? Orada bir yazır sabahın xeyir, bir yazır axşamın xeyir. Bunlar nə iş görür orada? 4x vurulsun. Minus 1. Mənimlər vurub açanda 1 üstə gəl 4x. Minus 1 elə vətəndaşlar. Sürətdən danışıram ha. Aşağıda da 4x vurulsun. Mötəzən açırıq. Qoşması plus 1 olmur müəllimə. Mənim plus 1. Canım, başımı kəsməyim canım plus. Düzəldirəm. Bu 4x-lə bu gedir elə. Getdi mənimlər. Heç nə, aparaq yerinə 0 qoyaq da. 0 qoysaz 1. Üstə gəl 1. Cavab 2-də 1. Gördünüz nə qəşəkdir? Yaz. Azim ama orada sürət. Bəli. 11'de Azim ama sürət kök altında 1 üstə 4 2 çıxılsın. O birisi üstə gəlmə olmur ki. Zaten mən də düzəltdim də cəmərəti mən. Harda düzəltdim də nə? Bu da düzəltmişəm. Düzəltdim də, bu da göy rənglə plus qoydum. Plusu da, plusu çaşıb minus yazdım mən ora. Sonra kök altda x minus 4.
Aşağı vuruqları ayırıram. Niyə? Çünki 16 qoyan kimi 0 olur axı vətəndaşlar. Ona görə də gəlin kök artı x minus 4 vuruqları ayıraq. Kök artı x plus 4. Yaxşı müəllimlər? Yerdə nə qalır? 1 bölünsün kök artı x plus 4. Apa yer 16 qoy. 4 sürədir. Gördünüz nə qəşəng. Müəllim elə yaxşıdır. Neçəyə baxırdım deyirəm. Hardayam? Doğru mənim hardayım? 11'də qalmışdı. 11'i işlədik mən 12'də. Hə, 12-də. O ilk törəmədim. 12'ni bayaq müəllimə yazmışdı. Nədir? Yəni 12 yazmışam. Yanın. Ha, 8'e 1. Yanın görüm nə var. 12 baxaq. 12 dedim mən, hə, qoşmadı. Hə, 13 də onun dayısı oğludur. O kimdir sən? Burada üçün mənim yuxum gəldi. Kim səsləyir deyə? Kim səsləyir? Bəli. Mənim bir müəlliməm var, səhər əsliyə deyir, bir də görürsünüz mənim dərsinə, deyir 1-0 mənim xeyrimə. Kök artı x verirsiniz. Deməli bu cəhdi. 1 bölək, kök artı x plus 3, heç nə müəllimə, parın qoyun hesablayın da. O da eləyir 6-1. Ha, düzdür. Mən hamısını yazmışım. Sonra yaxşı eləmişsin. Elə bir ki, mən yazmışam deyəndə dincəlmirsiniz də müəllimə, hə? Gəlin bunu... O uşaqlar olur, onun kimi. Uşaqlar kimi yox da bizdə. Mən də ki, qoyacağız məxrəc 0 olur. Ona görə olmaz. Törəmə ilə işləyin. Törəməni tapdım elə. Söyündə apar nə istəyirsən qoy. 2 vur 2, 4. Bu da 8. Cavab elədi 2. Sonra 15'i dedim də müəllimlər görkəmli idi. Tulla getsin 1 bölək kökdə 3. Y variantı. 16-da sadəcə kök artı 2 cücə variantı. 17-də bunlar gedir 0-10'da 2'dir. 18'də 3 qoysa 0 eləyər. Ona görə vuruqları ayıraq. 2x minus 6 yazaq. Mən onu vuruqları ayıraq. Ay sağ ol. 2x plus 6 yazaq. Hətta buradan da 2'ni tullayaq çölə. Mənim bizə dəqiqə fonoqramanı yoxdurun. X minus 3. Bu getdi. Bu x minus 3. Düzdür mənim? Bu ilə bunu tulladın getdi. 3 qoyuruq. 2 vurulsun. 6, 12. Eləyir mi 24? Bu da getdi. Buna da bir qoş. Sonra. Aşağıda aparıb mənfi 2 qoysa 0'a dönüşər. Ona görə 5x hətta x kvadratını çölə çıxart, 5'i çölə çıxartsa mənlər x kvadratı minus 4 yaranar. Onu da x minus 2, x plus 2 kimi yazacağım. Çünki aşağıdakını oxşayacaq bu. Bax, gördünüz nə qəşəngdir. Gördünüz? Qəşəngdir. Həmin mi? Qəşəng. Heç nə qalmışsın, aparaq qoyaq, 5 vuraq. Kimdə o yemək istəyən bu vaxt? Verin geçsin də. Mənfi 20. Niyə var yəni? Gördünüz? Məmnun. 20'də. Bu ilə bu getdi. Cavab 2'də 1. Görün nə qəşəng yollar keçdik. Hə mənimlər? Dəyərli xalqımız. Bəli. Çox əla. Çox qəşəng. Bu rahat mövzudur bu. Bəli. Gəlin görkəmli limit işləyək. Məsələn 23 işləyək. Əleykum. Cəmalətin mənim buradan yazın ev 50 dənə. Rahat mövzudur, qoy işləsinlər. 50 dənə. Hə. Bununla da limitin kitabı bağlandı. Müəllimlər. Gələn dəfə törəmə. Gördünüz, mən sizə dedim vaxtında qutaracaq. Allahın izni ilə qutaracaq. İnşallah, inşallah müəllimə, inşallah. Qutaracam mən sizin. Bayrama kimi imtahan olsa canımız qutarar. Yox, olmayacaq müəllimə. Olmayacaq. Hə. Adı bayram düşür neçəsinə? İyunun 1-ci həftəsinə. 1-ci həftəsində bayramımıza nətər imtahan edəcək? Elə bir həftə geciksə yaxşı olar da bir həftədən öyrənsin yaxşı. Ay müəllimlər, siz Allaha dua edin, imtahan avqustda qalsın. Vallahi Allah elə avqustda qalaq. Yaxşı olar yay işləyək. İnşallah. Bəli, yaxşı olar da nə öyrənsə. Mənim izahlərim avqustda qalır. Yazın mən danışıram, siz mənə şeylərin. İnanın Allaha, elə qəşəng işlədik. Müəllimlər bir nəfər kəsilmədi. 200-dən çox müəllimim var idi ibtidailə. Hələ o sektorda təzə idim.
Azərbaycan dilində keçdim, kurikulumda, riyaziyyat. Üçündən də özüm nəzarət elədim də. Onları boş buraxmadım. İnanın Allaha müəllim. Maşallah. 16 balla kəsilən müəllimim 53 bal yığdı. 44 yığanımız oldu. 50 pluslarımız doluydu. Çünki yay idi. Mən də müəllimə ibtidaidən 13, birincidən 13 yığan müəllimə, ikincidə 52 bal yığdı. Valla. Təğəllər bizim başımızda. Vallahi asan oldu. Amin, Növbəti amin, inşallah. 5 ildə sertifikasiya da onda biz müəllimlər deyim də bir də sizin imtahanınız olacaq 4 ildən. 2030 ildə. 30-da da. 30-da. Siz 2028-də başlayacaqsınız hazırlaşmağa. 29'da olacaq müəllim. Yox, siz kəsinə Biz bilirik, tətilmişik. Mən də südan eləyəcəm o ilə. Ha. Pensiya. Siz nəzarətçi düşmüsünüz. Düşünürəm. Yəni 28-də Allah qoysa üşü başlayıb hazırlaşacağıq təzədən. Çünki növbəti 5 ildə belə olmayacaq müəllimlər. İnşallah müəllim. Keçid vaxtı qalxacaq, suallar ağırlaşacaq. Allah nəsib eləsin. Hə. Yazın görək, bunu yazın. Sizlə işləməyə də müəllimə. Yəni keçək müəllimə, sizin də canınız sağ eləsin, sizinlə işləyək. Amin. İnşallah. İnşallah. Əlaqəni kəsmərik də Allah qoysa. Allah nəsib. Elə gözünüzlə işləyə bilərsiniz ki, 10-da 5. 24, 4 böl 5, 0, 10-da 8. Düzdür müəllimlər? Bəli, bəli müəllim. Ay sağ ol. 25-i yazılmasa zeybi yox, özüm yazarım. 26, 27-ni amma siz yazarsınız. Tez olun. 25-i mən geçdim, -5 kimi Mən yazmışam. onu sizə qəşəng öyrədəcəm, səbir olun. Ya sabır. İşləyək. Sizin daha. Azam mən neçə dəqiqə vaxt verdi? Deməz Allah vaxt. Mən daha qurtardıq, nə artıq az qaldı. Baxın buna. Mən bunu bir sizə yazıram, paralayıram. Bax, belə yaza bilərəm də. Gördünüz? Bu nə deməkdir? 1 minus 5 bölək x. 8. Eləmi? Bu y üstünə gəlir, çıxır. Mən sizə bir şey deyəcəm. Bax, gördüyünüz yuxarıda x var, ha. Bu 5 bölü x-in tərsi nədir? 5-də x. Elə? 5-də x-i nəyə vursan, ay Allah, cavab gələr x alınar. Elə? Çünki yerini dəyişmişəm axı. Y bərabərdir x bölünsün 5-də x. O da vurulsun x-də 5 demək deyilmi? Deməli 5 alındı. Və sizin cavabınız olacaq 7-5. Nətər yol var mənimlə? Hələ. Buraya gətirdim. Bax, indi burada da. İstəyirsiniz qoy bir dənəsində, qocurum varsa verim. Yaş qoy bunu eləyim, eləyərəm. Mənlər, burada aparıb mənfi 1 versən 0-a dönüşər. Ona görə müxtəsəri şey salacaqsınız. Ya müxtəsər, ya törəmə. Kublar düsturuna görə açıb tullasaz. Gördünüz mənlər, bu getdi. Hələ. 1 verin, 1 verin, 1 verin. Cavab 3-də 2-dir. Yox, baba variantı. Görün bu görkəmli limitdən birini də tapsam verəcəm sizə. Görün harada görkəm. Bax, məsələn, 30-cu sualda 8 bölü 6-dır cavab. Daha öyrətmişəm də bunu. 8 bölü 6 değil mi? Deyən görüm. 34-də məsələn 10-da 5-dir. 33-də 7-də 1-dir. Görürsünüz, belə misallar var ki, gözümüzlə eləyəcəyik. Qoy görkəmli. 26-da neçə oldu? Müəllim, biz də qoy görüm görkəmli limit görürəm. Görmədim, müəllimlər görkəmli limit. 23'e bakın müəllim. 25'i bizdə deyin də zəhmət olmasa 25'i. Tam anlamadım. Bir dənə var. Hər tərəfi hesabı 23. Həmən 59-dan başlayır onlar. 59-dan baxın, 60, 61. Hə, qoy eləyim 59-u. Hə, baxın müəllimlər. Yerini fırladıram. 13 bölü x-in yerini fırladıram. 13-də x. Bax, və deyirəm ki, ay Allah, görəsən mən bu 13-də x-i nəyə vursam göydəki x alaram. Elə? Və Allah da deyir ki, get bu misalı həll elə, bala. X-i bölürəm 13-də x-a.
Bu da eləyir 13. Elə müəllimlər? Cavabınız oldu Y üstü 13. Nətər yoldu? Y üstü 13. Pis oldu. Çox gözəl. Promo Y üstü 13 yazarıq da elə. Yox, Asan bunu yadınızda saxlayın. Bunu yadınızda saxlayın. Qəşəng yoldu. Bu misal düşdü. Hə, düzdür müəllim. İnşallah. Birbaşa onu yazın. Qoy birini də öyrədim. Baxın. Bax, məsələn buna gəlirəm. 60. Evi gözləyin. Bir dənə səssiz olun. Bunun hamısını başa salın. Siz də qəşəng başa düşün. Yaxşı? Bunun əslində düsturu var, Raymond. Bu düstur prosta adam yadından çıxır axı. Var o düstur Bu Y üstü mənfi 15 olur. Əks yox, dayandı. Yerini fırladıram, x bölü 15 və deyirəm, ay Allah, görəsən mən bunu nəyə vursam, bu göydəki x alaram. Məqsəd göydəkini almaqdır. X də bərabərdir, x bölək 15-də x. Mən nə cavab 15 verir? Cavab y üstü 15. Gördünüz? Açmışam. Pis yoldu ki, mənim yolum. İndi baxın, məsələn, 61-ə. Yox, əla yoldu bu yol. Bax, 61-ə baxın. T-nin tərsi nədir? 1 bölü T. Bir bölü. Və deyirəm ki, ay Allah, görəsən 1 bölü T-ni nəyə vursam, göydəkini alaram. Amma sıra yaxınlaşır, diqqətli olun. Y-i tapanda olacaq nə? Bunu buna böləndə mərmər olacaq 6 plus 2T. Düzdür? Y üstündə, vətəndaşlar, 6 plus 2T. Düzdür? Apar bindi sıfıra yaxınlaşanda, müəllimlər, sıfıra yaxınlaşanda. Deməli, apar yerinə 0 qoy, olacaq Y üstü 6. Gördünüz nə gözəldir? 10-cu sinifdə var bunlar deyirsən. Pis deyil, müəllimlər, qəşəng yoldur bu. Yox, müəllimə, olmur mənim. Sonra? 10-cu proqram. Yaxşı, kənar səsləbindən bağlayın. Müəllimlər, bax, bu T-nin tərsi 1 bölü T-dir. Ay Allah, görəsən mən bunu nəyə vursam, bu göydəki 9 üstəgəl 2T bölü T-ni alaram. Elə? Bunu buna böləndə müəllimlər, görürsünüz ki, cavab 9 üstəgəl 2T-dir. Y-nin üstündə, prosta yetim sıfıra yaxınlaşır da. Y-nin üstündə 9 üstəgəl 2T. İndi gözləyin, 0 versəz, gördünüz mü müəllimlər, cavab alındı Y üstü 9. Çətindir bu? Hə? Qəşəng üsuldur müəllimə bu. Aha. İndi gəl bunu pərən-pərən eləyəyin. 60. Xeyr, müəllimə, siz nə deyirəm? Mənim dərsim 12-nin yarısı. Bəli. Hə, qoy bunu da deyim gedək də, nə olacaq? 5 dəqiqə, 3 dəqiqə ötər. Bunu parça-parça eləsəz, 14 bölü 2. Müəllimə, bir də 65-ə də baxarıq da zəhmət Bir də olmasa. buyurun buna. Bunun başının üstəki nə daim var? X yönədir o. X deyəsən, hə? Hə. X-dir. Bax, bunun tərsi nədir? X bölü 14. Ay Allah, bunu mən nəyə vurum ki, göydəki X alım? Y bərabərdir 14. Elə müəllimlər? 14. Deməli, Y üstü 14. Sonsuzluğa yaxınlaşır axı, bez problemdir. Amma hansı ədədə yaxınlaşsa, aparıb yerinə qoyub hesablayırsan da. İndi bu sonsuzluğa yaxınlaşır deyə Y üstü 14. 2 saniyəyə aldıq cavabı, gördünüz? Bu da onun kimi. Və parça-parça yazsaz, 1 üstə gəlsin, 16 bölü 2. Ancaq sonsuzluğa yaxınlaşır. Bəli, sonsuzluğa yaxınlaşır. Amma məsələn, sıfıra yaxınlaşırsa, aparıb yerinə qoymalısan da. Başa düşürsünüzmü? Bəli. Hə, məsələn, baxın. Allah, mən bunu nəyə vurum görəsən? Birinci tərsini yazıram. Eləyir nə? 16. Deməli, cavab oldu Y üstü 16. 2 saniyəlik misallardır. 65 də eyni yollandı müəllimə. Bax, 4x-in tərsi nədir? 1 bölək 4x, elə? Allah, mən bunu nəyə vurum? Görəsən 1 bölü x alım. Bunları bir-birinə böləndə cavab edir. Y üstü nədir? Bu nədir? Müəllimə, orada işarə nəzərə alınır, -4. Bəli. Bu nədir ay müəllimlər? Bu nədir? X-dır. X-dır bu. 1 bölü 2'dir, 1 bölü 2. 4 alınırdı orada. 4 amma mənfi var idi. Cavab görün mənfi Y-si 4 deyil. Bəli. Haysa, mənfi var axı. Gecə baxdım mən. İndi bu da Qoca müəllimənin davası nədir? Söz müəllimlər. Bax burada müəllimlər. Birebir işləsək əla.
Tərzi 1 bölü 5x-dir. Vuraq y bərabərdir 1 bölü x-a. Müəllimlər, görün cavab mənfi y üstü mənfi 5 deyir cücə. Bəli, bəli. Düz mənfi nəzərə alır. 67-də də pərən-pərən eləyək, işləyək. 2x üstə gəl 1. Bax, belə parçalanmaya eləyəcəm. Üstə gələk 2 böl 2x plus 1. Hə, müəllimlər, nə tərəf fikirdir? Parçaladım. Və tərsinə vurun. Bunun tərsi nə verir bizə? 2-də 2x plus 1. Görəsən nəyə vursam x alaram, elə müəllimlər? Və mən alıram ki, y bərabərdir x bölünsün 2x üstə gəl 1. Yuxarıdakı da 2 qalxdı. Vətəndaşlar, y üstündə 2x bölünsün 2x plus 1. Hər tərəfi də ən yüksək dərəcəyə böləndə burada qalır 2, burada qalır 2, bu 0, y üstü 1. Görün cavab y var, B variantı. Çox. Cəmaləddin müəllim, bundan da yazın 70 dənə, qoy bu limiti zadı görkəmini zadı işləsinlər. 70 dənə yazın müəllim. Əlbəttə, mənim dediklərimi birəbir bir də işləyim müəllimlər. Deməyin ki, Arzu müəllimə ilə işləmişəm, məşhur bəhsimdir, yox. Yox, işləyirik müəllimə. Allah, mən işləyirik. Mən şəxsən işləyirəm. İnşallah yaxşı olacaq müəllimlər. Yanvar qrupunda proqramı bitir, keçirik sinifləri yerlə yeksan eləməyə. Çox, anında olacaqdır cavabı. Çox. İndi inşallah Ay Cəmaləddin müəllim. Cavablar da görsək ki, məsələn, imtahan vaxtı da dəqiqləşdi. Şey eləyərik, 30 bal civarında bir dənə təzə qrup yaradarıq. Orada şu qaydalar da verərəm ki, müəllimlər məsuliyyətli olarlar. Təkrarlayarıq. Arzu müəllim. Bəli. Dərsdən sonra sizə şəxsdə yazacağım, dərsdən sonra sizə danışmaq istədim. Yaxşı müəllim, yaxşı. Aha, oldu müəllimlər. Mən getdim. Sağ olun. Oldu müəllimə, gecəniz xeyrə, inşallah səhər durun. Saat 6-ın yarısı durun. Nə olur 6:25 dəqiqəlik mənə zəng vurun da, xahiş edirəm. Hətta planşetə zəng vurun. Zəng çalarsınız. Hə, vurarım mən. Getdim, sağ olun.